Herkese salam dostlar. Bugün sizinle bir yerde necə kanalların dəyişdiyi haqqında özəl bir məlumat verəcəm. Bu məlumatı hər kəs bilsin. Videonun əgər HD kanal gəlməzsə, bu Samsung A8043 TV'də sınayın və yaxud digər televizorlarda ola bilər. Köhnə və yaxud yeni. İlk olaraq Samsung A8043 TV'də menü işarəsi yerinə basırıq. Rus dilində belə bir şey yazılacaqdır. Əgər sizə Rus dilində yazılarsa, yəni Samsung A8043 TV'də yazılarsa, bunun çox asan yolu var. Üçüncü panelə daxil oluruq. Buradan bu yuxarı avto ayar deyə seçirik. Üstünə basırıq. Burada bir seçim gəlir. Bura basanda olur, bura basmayanda çıxır. Əgər kanallarınızın bu arada rəqəmlər dəyişəcək. Əgər sizdə kanallar HD olmazsa, məndə olur əslində təkrar sınayacağım. Buna basırıq. Sonra burada istədiyiniz seçin. Kabel şeylər, yəni istədiyiniz seçirsiniz. Bizdə antena olduğu üçün analog da var, belə bir şey var. Sonra aşağıda butona basırsınız. İndi bunu 3x Gördüğünüz kimi, indi məndə 153 dənə kanal taraya bilər. Əgər sizə başqa kanallardan yeni əlavə eləməyibsə, bu az anlamına gələ bilər. Əgər yeni kanallar, əgər arxasında siyahi modul yeni ATV varsa, deməkdir ki, sizə kabelsizdir. Kabelsiz də işləyə bilir. Görürsünüz ki, bütün bir sürü kanallar içərdə. Özünüzə yaxşı baxın. Hər zaman yaxşı baxmalar diləyirik. İçərisində də bəlkə əlavə edə bilər. Sağ olun, salamat qalın. Özünüzə yaxşı baxın. Yaxşı izləmələr.